Ruh insanın idarə edənidir. Niyə görə deyirlər? Ruhun sağlamlığı önəmlidir. Ola bilər, birini aparasan, MRT edəsən, heç bir orqanında bir narahatçılığı olmuyor. Amma adam elə pislik makinasıdır. Düşüncə ruhu sağlam olmadığına görə bütün insanlara, bəşəriyyətə yalnız pislik bəxş edir. Amma ola bilər biri fiziki qüsurludur. Ürəyində, ciyərində, böyrəyində fərq eləməz. Amma ruhu o qədər pakdır, ruhu o qədər zəngindir. Ancaq çevrəsində olan insanlara gözəllik bəxş edir. O nöqteyi nəzərdən ruhun azadlığı deyərlər, xalqın azadlığının təməl prinsipidir. İnsanın ruhunun saf olması, insanın ruhunun azad olması, əgər insanın ruhu azad deyilsə, azad ruhiyyə malik deyilsə, insan köləliyə meyilli olar. Çünki ruhən azad deyil. Mühüm olan ruhun azadlığıdır.